Oğuzla bağlı. Deməli, Əli Oğuz gör mənim haqqımda nə danışırdı. Dostlar, diqqət edin, xahiş edirəm. Özüm nədənsə pul qazanıram ki, kiməsə də pul verim. Yəni bəzilərinin mənə hürməyə başlamağı, Rafael kimi tulaların işqicatmağı məhz məndən pul tələb eləməsi. Diqqət elədiniz, bir də dinləyək. Əli Oğuz deyir bunu. Mənim güya Əli Oğuza qarşı çıxmağım pulmuş. Yəni niyyətim pul qazanmaqmış. Yəni pula görə o mənə pul verməyib. Güya kimlərsə Əli Oğuza pul veribdi. O mənə pul verməyib deyə mən ona qarşı çıxıram. Diqqət edin dostlar. Özüm nədənsə pul qazanıram ki, kiməsə də pul verim. Yəni bəzilərinin mənə hürməyə başlamağı, Rafael kimi tulaların işqicatmağı məhz məndən pul tələb eləməsi. Diqqət edirsiniz. Güya ki, mən Əli Oğuza qarşı ona görə çıxırmışam ki, mənim niyyətim pul qazanmaq olub. Yəni puldur mənim işim gücüm. Yəni Əli Oğuz güya kimdənsə pul alıbdı, mənə verməyibdi. Mən də onun davasını deyirəm ki, mənə niyə pul vermirsən? Baxın, adam gör nə qədər şərəfsiz, ləyaqətsiz, 200'lü namussuz adam deyil bu. Bilət, abrınız olsun, həyəniz olsun. Artıq mən təhqirə heyfim gəlir. Vallahi billahi. Təhqirə heyfim gəlir. Onu da bir qanan adama söyərsən ki, qanır ki, mən niyə söyür? Siz bilət, nə gündəsiz? Siz bu nə yaşayışdır belə? Bu işıqlı dünyanı niyə belə göt kimi yaşayırsınız? Cındır gədə cındır. Mənim niyyətim pul qazanmaq olsa, mənim niyyətim sənin dediyin kimi pula görə olsaydı, sən indiyə kimi neçə nəfərin adamın şəklini qoyub efirə söyür. Niyyətin pul almaq olub amma. Niyyətin pul almaq olubdur. Ola bilər pul almamışsan, o ayrı bir şey, amma niyyətin pul almaq olubdur. Mən sənin hansı bir oyununda oynamışam ki, sənlə bir yerdə çıxım efirdə o adamı təhqir eləyim, nə bilim, o adama qarşı sənlə bir yerdə oyun quraq, bu adama qarşı mübarizə aparaq, nəsə deyək ki, ondan pul alaq biz. Bu adam bizə pul versin. Əli Oğuza pul versin. Belə başa düşüm ki, o adam bizə pul veribdir. Əli Oğuza çatıb, mənə çatmayıb. Mən ona görə Əli Oğuza qarşı çıxmışam. Yəni, mən sənin heç bir oyununda oynamamışam axı. Ay Əli Oğuz. Niyə yalan danışsan ki? Nə gerək var ki bu yalana? Hə? Yəni, sən özündən bir utansan, özün oturub bir heç belə deyək də təklikdə bir oturub bir öz vicdanınla bir danışırsan ki, yəni mən bu sözü niyə deyirəm ki? Necə yəni bunun məqsədi puldur? Başa düşmədim. Mənim məqsədim pul olsaydı, sən bilmirsən ki, vaxtında Məhəmməd Mirzəliyə verilən o pul kartlar vardı, ayda pul alırdılar. Mehriban Əliyevadan, ondan bundan xatırlayırsan mı? Qabili, Süleymanı, onlara mani gələndə mənə də təslif elədilər. Hətta onları videoya çəkdim, biabir elədim. Videoya çəkdim xəlvətcə, qoydum ortaya ki, bunlar qəhbədlər, bunlar uğraşdılar. Bunlar namuslu, bunlar pula işdilər, cındırdılar bunlar. Bunlar blogerdir, bunlar peysər yığınıdır, göt yığınıdır bunlar. Bunu mən ifşa eləmişəm, Rafael Piriyev. Elə mən pul, nə bilim, mənim elə işim gücüm pul olsaydı, elə mənim niyyətim pul olsaydı, elə o vaxtdan elə satılardım, gedərdi də. Pul verirdilər də amma, vermirdilər ki. Mənə də pul verərdilər, mənə də belə kanalım olardı, mənə də belə təbliğatımı aparardılar. Auditoriya çox olardı. Və mən getmədim axı bu oyunlara. Bu oyunlara getmədim, bu qədər əziyyət çəkdim, bu qədər zülüm çəkdim. Saysız hesabsız maniyələri aşmışam. Nə qədər imtihanlardan keçmişəm bu yolda. Sən necəsən çıxıb deyəcəksən ki, sənin niyyətin puluymuş. Güya mən Əli Oğuza qarşı pula görə çıxırmışam. Hansı pula görə, nə pulu? Biz harada nə oyun oynamışıq, nə oyun qurmuşuq ki, çıxıb efirdə o oyun oynamışıq. Və niyyətimiz oradan pul almaq olubdur. O puldan verilibdir, sənə çatıb, mənə çatmayayım, mən də sənə qarşı ona görə çıxıram. Yəni, mən harada oynamışam, neynəmişəm mən? Mən onu başa düşəmirəm, dostlar. Bu adamlar niyə yalan danışır ki? Yalanla, yəni, siz bayaq dedim, mən bəzi insanlar gəlir, deyir, kişi söyüş söyməz, yaxşı olan söyüş söyməz, nə bilim, nə varməz. Güya kişilər mənə ağıl verirlər, məsləhət verirlər, baxın, ha. Mənə güya məsləhət verirlər, yol göstərirlər. Özlərini Əli Oğuz kimi peysər gedirlər. Həmən adamların özlərini eşşə yerinə qoyur, heyvan yerinə qoyur. Çıxır deyir ki, Rafael Piriyev deyir, pula görə mənə qarşı çıxır. Güya mənim niyyətim pul olubmuş. Güya Əli Oğuz kimdənsə pul alıbdır, mənə pul verməyib, ona görə mən ona qarşı çıxmışam.
Fikir verirsiniz. Hemen məni qınayan adamlar var. Onların özünü Əli Oğuz heyvan yerinə qoyur, eşşək yerinə qoyur. Axmaq yerinə qoyur. Ələ salvaldadır bu yalan danışmaqla. Və mən bu yalana qarşı savaşıram, onları axmaq yerinə qoymasın deyə. Savaşıram, gəlir məni qınayır. Niyə qardaş? Niyə? Mən niyə qınayırsan ki sən? Sən ged onu qına ginən. Mən niyə qınayırsan? Deyir, nə belə? Bu nə söhbətdir, nə pul, nə danışsan, nə nağıl danışsan sən. Nə daldan verən, nə İrana işləmək. Sən kimi dolamsan, hə sən? Ha? Milləti dolamsan, ged ona deyən də, onu qına da. Mən niyə qınayırsan ki? Mən düzünü deyirəm mən. Mən səni heyvan yerinə qoymasın, ələ salmasın, eşşək yerinə qoymasın deyə ona qarşı mübarizə aparım ki, cındır gədə cındır, şərəfsiz, ləyaqətsiz alçaq Əli Oğuz. Bu yalanı danışıb milləti ələ salıb heyvan yerinə qoyma, hə? Abırın həyamın olsun, hə? Özünə kişi dersən bile həyatı kişi kimi yaşayın, hə? Ömür çox qısadır, bir gün sən ölüb gedəcək. Bu işıqlı dünyanı göt kimi getməyin, kişi kimi gedin, hə? Ləyaqətlə başınıza gedin, Allahın huzuruna. Allahın huzuruna başınıza gedin. Mən buna görə savaşıram. Sən niyə mən qınayırsan ki? Gün sən ağıllısan da mən qınamakda. Gözən də məsləhət versən sən mən qınamakda. Bu məsləhət deyil ki. Məsləhət deyil bu.